Hələ inqilabdan əvvəlki çətin şəraitdə Üzeyir və Zülfiqar Hacıbəyev qardaşları ilə birlikdə musiqi sənətimizin, o cümlədən musiqili teatrımızın inkişafında mühüm xidmətləri olan görkəmli sənətkarımız Müslüm Maqomayevin Şah İsmail operasının ilk tamaşasından 60 il keçir. Musiqili teatrımızın ölməz incilərindən sayılan bu opera, bəstəkarın improvizasiya üslubunda yazılan milli operalardan tədricən klassik formalı operaya keçmək təşəbbüsü kimi qiymətləndirilmişdir. Azərbaycan opera sənətinin görkəmli nümayəndələrindən Respublikanın xalq artisti Bəhram Mansurov iştirak edir. Bəhram müəllim, siz Şah İsmail'da iştirak edən bir neçə ifaçı nəslini müşahidə etmişsiniz. Əsas rolların ifaçılarından kimlərin adını deyə bilərsiniz? Şah İsmail operasında əsas rollarda Şah İsmail, Hüseyin Ağa Hacıbəyova görmüşəm. Xanlar Axverdiyeva, Əlövsət Sadıqova, Şirzad Hüseynova, hal-hazırda da indi Arif Babayev, Bakir Haşimov, Baba Mirzəyev, Əlim Meytiyev və Canali Əkbərov. İlk operalarımızda olduğu kimi burada da tara geniş yer verildi. Bu barədə bir neçə kəlmə. Bəli, burada operada tara çox geniş yer verilib burada. Misal üçün, birinci pərdədə orkestrlə bir yerdə tar çalır. Müşayiət edirlər rəmmala. İkinci pərdədə, məsələn, tarın gözəl bir lirikası, segah olan muğami getirib salıb Şah İsmail'lə Gülzarın görüşündə. Sonra tardan istifadə olunub Ərəb Zəngi pərdəsində. Oradakı Ərəb Zəngi cəngavərdir, orada muğamın araq pərdələri çalınır, orada oxunur. Sonra keçir, 3-cü, 4-cü pərdədə atası göndərir Şah İsmail'i ki, bir baş getsin, gəlsin. Onun əvəzində bu Gülzarı getirir gəlir. Getirib gələndə atası acıqlanır, orada gənə tarın həzinliliyindən istifadə olunur orada, şikəstə çalınır orada, xırda-xırda oxunur. Tar çox böyük bir təravətlə səslənir operada. Hər tarın səsi çıxanda gözəl bir, qulağa bir ahəng gəlir. Operanı daha da zənginləşdirir. Bəli, opera əlbəttə ki, orada zənginləşir, o tarın səsində bir ayrı bir məlahət var orada. Qəmginlik, gülərlik. Həzinlik. Çox sağ olun, Bəhram müəllim. Operada obrazların real, inandırıcı təsvirinə nail olmaq üçün müəllif musiqi ifadələrinin müxtəlif üsullarından istifadə edir. Bəstəkar lirik mahnı səciyyəsi daşıyan arioza formasına geniş yer verib. Bunu qəlbi ehtiras, məhəbbətlə çırpınan Şah İsmail və gözəlliyi ilə insanı valeh edən Gülzarın lirik obrazlarında görmək mümkündür. Operanın xalq arasında bu qədər geniş yayılması onun bədii məziyyətlərinə ən yaxşı sübutdur. Öz xalqi musiqisi, azad sevgi, xalqlar dostluğu və humanizm ideyaları ilə həmişə cavan olan bu ölməz sənət abidəsi xalqın mənəvi estetik tərbiyəsində bugün də mühüm rol oynayır.